Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci il nəşrində yer alan Kenguru mətninin izahını paylaşıram. İzah keçmədən öncə onu qeyd edeyim ki, həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə həm fərdi, həm də qrup şəklində dərslərimiz keçirilir. Dərslərimizə qoşulmaq və dərslərimiz haqqında daha ətraflı məlumat almaq üçün qeyd edəcəyim nömrə ilə əlaqə yaratmağınız lazımdır. 051 959 07 68. Bu nömrəyə yazaraq dərslərim haqqında daha ətraflı məlumat ala bilərsiniz. İndi isə gəlin Kenguru mətninin izahına keçək. Siz mətni oxuduqdan sonra deməli videonu başlada bilərsiniz. Çünki mən mətni oxumuram, əvvəldə oxumuşam və vaxt itməsində birbaşa sualların izahına keçirəm. 41-ci sualdan başlayırıq. Mətndə çərçivə daxilində verilən sözün mənasına uyğun nümunənin işləndiyi cümləni müəyyən edin. Baxırıq, mətndə çərçivə daxilində verilmiş söz çıxarıb sözüdür. Deməli, yerini rahatlayandan sonra başını çıxarıb ətrafa baxır. Biz görürük ki, başını çıxarmaq burada həqiqi mənada işlənmişdir. Yəni, başını, belə deyək də, çıxarıb ətrafa baxır. Anasının kisəsindən başını çıxardır və ətrafa baxır. Burada həqiqi mənadır. Bəli, kisədən başını çıxarmaq olur. Ona görə də bu həqiqi mənada işlənmiş sözdür. İndi biz də həmin sözün mənasına uyğun nümunəni tapmalıyıq. Ada deyir ki, yazdakı səhvləri çıxarıb üzünü köçürdü. Səhvləri necə çıxara bilərsən ki? Məcazidir. Müdir əlini işdən çıxarıb, işdən çıxarmaq da yenə də məcazidir. Qara inəkli adam özünü sudan çıxarıb, sudan quru çıxarıb. Artıq bu frazoloji birləşmək kimidir. Yəni, özünü sudan quru çıxarmaq məcazidir. Mən səsimi çıxarıb, səsi necə çıxaracaqsan? Olmur, məcazidir. Sürücü əlini maşının pəncərəsindən çıxarıb, bəli, əlimi maşının pəncərəsindən çölə çıxarda bilərəm. Arxadakı maşına işarə edirdi. Deməli, E variantı həqiqi mənada işləndiyi üçün sualımızın doğru variantı, cavabı E variantı olacaq. 42. Planın tərkib hissələri ilə bağlı uyğunluğu müəyyən edin. Giriş hissə, əsas hissə və nəticə hissə. Biz bilirik ki, ümumiyyətlə mətnlər 3 tərkib hissəsindən, giriş, əsas və nəticə hissəsindən ibarətdir. Kengurunun bədən quruluşu. Biz mətni oxuyan zaman görürük ki, kengurunun bədən quruluşu haqqında əsas hissədə məlumat verilib. Hətta gəlin onu yaxınlaşdırım, daha dəqiq göstərim sizə. Baxın, bu hissə giriş hissədir. Kengurunun adının yaranması ilə bağlı məsələyə toxunur. Daha sonra gələn hissələr isə ta ki bu hissəyə qədər əsas hissə hesab olunur və ən sonuncu hissə isə təbii ki, nəticə hissəsidir. İndi kengurunun bədən quruluşu haqqında biz burada görürük ki, 12 metr uzunluğu 3 metr hündürə tullanmaqla müdafiə olunur. 2 metr yarım uzunluğunda olan nəhəng kengurunun dünyaya gətirdiyi balanın uzunluğu və s. Daha sonra burada bədən quruluşu bu hissədədir daha doğrusu. Onun ən iri güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzər pəncəsindən ibarət silueti var. Yəni, bədən quruluşu haqqında harada məlumat verilibdir? Biz görürük ki, əsas hissədə məlumat verilmiş. Deməli, 2-yə A gedəcək. Qəribə ad vermə. Bəli, Avstriyaya gələnlər kengurunu görür və onun nə mənə gəldiyini, bu heyvan adının nə olduğunu soruşurlar. Və orada da onlar kenguru, yəni mən sizi başa düşmürəm deyirlər. Onlar da deyirlər ki, kengurunun adı, həmin heyvanın adı kengurudur. Yəni, qəribə ad vermə məhz giriş hissədə qeyd olunubdur. Bala kenguru, bəli, bala kenguru haqqında biz əsas hissədə məlumata rast gəlirik ki, anasının kisəsinə girir və bir müddətdən sonra düşməndən qorunan zaman isə, daha doğrusu düşməndən qaçarkən ana onu öz kisəsindən belə deyək də çıxardır, atır kənara, artıq o özünü müdafiə etməyə başlayır. Ona görə biz bunu harada görürük? Deməli, bala kengurunu C əsas hissədə görürük. Kengurunun faydası haqqında isə biz təbii ki, nəticə hissəsində görürük ki, onun dərisindən və ətindən istifadə edirlər və buna görə də dövlət bir növ onu mühafizə etmək qərarına gəlir. Yəni, kengurunun faydası onun xəzini və dərisinin, onun xəzinindən istifadə olunması və həmçində ətindən istifadə olunur. Ona görə B, A, C, bir də D. Baxaq görə hardadır? 1B, 2A, C, 3D. 1B, 2A, C, 3D, C variantında oldu. Keçik 43-ə. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Bizdən yanlışı istəyir. Kenguru sözü təsadüf nəticəsində yaranmışdır. Bəli, təsadüf nəticəsində yaranmışdır. Kengurunun ayaqları yalnız hərəkət etmək üçündür. Xeyr, kengurunun ayaqları təkcə hərəkət etmək üçün deyil. Deyir, kengurunun dal ayaqları onların ünsiyyətinə kömək edir. Gördünüzmü? Hərəkətdən başqa nəyə kömək edir? Ünsiyyətə. Ona görə bu səhvdir. Kengurular adətən 10 ildən az yaşamırlar. Bəli, adətən 10 ildən az yaşamırlar. Çünki 10-15 ildir onların ömürləri.
Deməli ki, səhv idi. Dünyaya yenicə göz açan bala kengurunun çox iti görmə qabiliyyəti olur. Xeyr, səhvdir. Əslində onlar doğulanda necə olurlar? Kör olurlar. Ona görə də 2-4 yanlış variant istəmişdi bizdən. A variantı olacaq. Hətta burada da göstərək. Harda qeyd olunub? Gözləri isə kör olur. Baxın. Kengurunun dünyaya gətirdiyi balanın uzunluğu təqribən 3 cm, gözləri isə kör olur. Burada nə deyirdi? Deyir, gözləri iti olur. Xeyr, yanlış idi. Gəldik, deməli 44-ə. 44-də nə deyir? Bir çox canlıların barmaqlarının qarmaqvarı ucları mənasına gəlir. Bir çox canlıların barmaqlarının qarmaqvarı ucları mənasına gələn söz caynaq sözüdür. Caynaqın yəni mənası bu deməkdir. Və biz burada caynaq sözünü 5-ci deməli hissədə görürük. Ona görə də sualımızın doğru variantı B olacaq. Mətnə əsasən hansı suala cavab vermək mümkün deyil? Kenquruların ünsiyyətinə nə kömək edir? Biz bilirik ki, dal ayaqları. Kenquruların vətəni haradır? Avstraliya olmalıydı. Bəli. Mən qarışdırıram o adları. Avstraliya, bəli. Deməli, ünsiyyətinə dal ayaqlar, kenquruların vətəni Avstraliya. Kenqurular nə ilə qidalanırlar? Kenqurular təbii ki, məlumat verilir ki, ot yeyən heyvanlardır. Böyük kenquruların boyu nə qədər olur? Kenguru 12 metr uzunluğu və 3 metr hündürlüyə tutulanmaqla müdafiə olunurlar. 2 metr yarım uzunluğunda olan nəhəng kengurunun deməli 2 metr uzunluğundadır. Ən belə deyək də uzunu nəhəng kenguru 2 metr uzunluğu. 2 metr, 2 metr yarım. Ona görə bu haqqda da məlumat var. Amma kenguru balasını neçə il müdafiə edir? Baxın, bu hissədə heç bir məlumat verilməyib ki, nə qədər müdafiə edir? 1 ildir, 2 ildir, 8 aydır, nə qədərdir bilinmir. Ona görə də bu haqqda məlumat yoxdur. E variantı yanlış olacaq. 46. Tünd qara hərflə verilmiş ifadənin kontekstə görə qarşılığını işləndiyi cümləni müəyyən edin. Mühafizə olunurlar. Yəni, mühafizə olmaq nə deməkdir? Qorunmaq, müdafiə olunmaq və s. İndi gəlin baxaq. Mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Bəli, dövlət tərəfindən qorunur, mühafizə olunur. Elə sualımızın düzgün cavabı olacaq. B-də deyir ki, o yarışda zəif müdafiə olunurdu. Zəif müdafiə olunmaq, mühafizə olunmaq mənasına gəlmir deyə bunu götürmürük. Ön tərəfi qorumaq bizim komandaya tapşırıldı. Ön tərəfi qorumaq bizim komandaya tapşırıldı. Əslində qorumaq mənasını işləndirir. Sadəcə həmin kontekstə uyğun. Yəni burada dövlət tərəfindən mühafizə olunur, yəni qorunur mənasındadır. Amma burada deyir ki, ön tərəfi qorumaq bizim komandaya tapşırıldı. Yəni bu dövlət tərəfindən qorunmaq hesab olunmur ki, ona görə bunu götürmürəm. Vətəni qorumaq hər kəsin borcudur. Bu da uyğun gəlmir. Düşməni müdafiəsi əsgərlərimiz tərəfindən yarıldı. Xeyr, bu da uyğun gəlmir. Yəni sırf mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Çünki burada dövlət tərəfindən mühafizə olunmaqdan söhbət getdiyi üçün elə mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur ifadəsi kontekstə görə qarşılığını işləndiyi ən düzgün cümlə hesab olunacaq. Keçdik 47-yə. Verilmiş fikirlərlə mətnin hansı tərkib hissələrini genişləndirmək olar? Uyğunluğu müəyyən edin. Bala kenguru bir müddət ana südü ilə qidalanmalı olur. Bu hissə əsas hissədə verilir. Əsas yəni B. 1-ə gedəcək B. Bu heyvanın yaşadığı ölkə bitki örtüyü ilə zəngindir. Kengurunun yaşadığı ölkə Avstraliya haqqında biz giriş hissədə məlumat görürük. Ona görə 2-yə gedəcək A. Bu heyvanları ovlamaq qadağan olunur. Bəli, çünki onlar mühafizə olunurlar. Ona görə də bu da gedəcək ən sona, yəni nəticə hissəsinə. B, A, C sualımızın düzgün cavabı D variantı olacaq. Keçdik 48-ə. Mətnin əsas hissəsinin məzmunu ilə uyğun olmayan cümləni müəyyən edin. Olmayan istəyir. Bununla da kengurunun nəsli kəsilməmişdir. Baxın, elə bu cavab əsas hissəyə aid olmayan, əsas hissənin məzmununa aid olmayan fikirdir. Niyə? Çünki nəslinin kəsilməməsi hansı hissədə verilmişdi? Təbii ki, orada qeyd olunur ki, baxın nəticə hissəsinə fikir versək, çılpaq qayalıqlarda yaşayan kenguruların ömrü 10-15 ildir. Onlar əkinlərə ziyan vururlar. Qiymətli xəzindən və ətindən istifadə məqsədi ilə ovlandığına görə dövlət tərəfindən mühafizə olunurlar. Deməli, bununla da kengurunun nəsli kəsilməmişdir. Məhz bura yazıla bilər, çünki mühafizə olunmağa başlayır. Bu nəticə hissəsinə aid olan bir fikirdir. Ona görə A variantı əsas hissəyə getməyəcək. B-dədir kisədən yerə düşən kenguru balası özünü müdafiə edir. Bəli, bu əsas hissədə verilmiş məlumatda oxuyanda görürük. Getdikcə gözləri açılmağa, anasının gözlərinə bənzəməyə başlayır. Bəli, əsas hissəyə aiddir, çünki orada qeyd olunur ki, bala kengurunu dünyaya gətirən zaman kör olur.
Daha sonra yavaş-yavaş gözləri açılmağa başlayır. Yəni biz bunu əsas hissədə görürük. Kenquruların dal ayaqları onların ünsiyyətinə də kömək edir. Belə əsas hissədə verilmişdi. Ana kenguru düşməndən qaçarkən artıq böyümüş balasını kisədən tullayır. Bəli, biz mətni yaxşı oxumuşuqsa, bunun da məhz əsas hissədə olduğunu görəcəyik. Sualımızın düzgün cavabı A. Bununla da kengurunun nəsli kəsilməmişdir. Nəticə hissəsinə aid olan fikir olduğuna görə variantımız A olacaq. 49. Mətnə əsasən cədvəldəki boş xanalara uyğun cavablar yazmaqla onu tamamlayın. Yenə deyirəm, biz mətnə yenə də əsaslanmalıyıq. Baxırıq. Səbəb, nəticə. Deməli, burada səbəb verilməyibdir, nəticə verilibdir. Burada səbəb verilib, nəticə yoxdur. Burada yenə səbəb verilməyib, nəticə verilibdir. İndi biz uyğunluğu müəyyən etməliyik. Nəticə, kenguru gəzə bilmir, tullanır. Bunun səbəbi nə idi? Çünki onun dal ayaqları uzun idi. Dal ayaqları uzun olduğuna görə. Uzun idi də, yəni. Ona görə də kenguru gəzə bilmir, tullanır. Gəldik ikinciyə. Ətindən və xəzindən istifadə məqsədi ilə ovlanır kenguru və nəticədə nə olur? Dövlət onları nə edir? Mühafizə edir. Mühafizə edir. Düzdürmü? 3-ə baxırıq. Balasını kisədən tullaması bala kengurunun həyatı üçün təhlükəli deyil. Çünki səbəbi nə idi onun? Səbəbi o idi ki, artıq bala kenguru özünü müdafiə edə bilirdi. Deməli, 49-cu tapşırığımızın, sualımızın izahı belə. Gəldi 50-yə. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edib yazın. Nöqtələr hardadır? Baxaq. Onların ünsiyyətinə kömək edir. Belə ki, kenguru dal ayaqlarını nöqtə-nöqtə səs çıxarır. Dal ayaqlarını yerə vuraraq və yaxud da yerə çırparaq nə edir? Səs çıxarıb ünsiyyət yaradır. Bu kimi ifadələri biz deməli burada nöqtələrin yerinə qeyd edə bilərik. Belə, bu da bizim kenguru mətninin izahı idi. İnşallah ki, izahım aydın olmuşdur. İnşallah ki, növbəti izahlarda görüşərik. Sağ olun, salamat qalın.